RMIC testindən bağlayıcı bölməsinə aid suallardan 10 sualın izahı. Heç bir fikrin aid olmadığı variantı tapın. Tərkibində bağlayıcı yoxdur. Ədadla homonim olan bağlayıcı var. Mürəkkəb bağlayıcı var. İştirak bağlayıcısı var. Kənd bələdiyyəsini, yəni Arifi rüşvət adına görə həbs etdilər. Yəni burada aydınlaşma bağlayıcısıdır. Sual ədadla homonimi var. Ədadla homonimi var. 2 getdi buna. İndi ki istəmir, işdən azad edin. İndi ki mürəkkəb bağlayıcıdır. 3 bura getdi. Bütün qabları sındırsa da burada ədaddır. Evdəkilər olmalıdır. Ona əsəbləşmə dilər. Burada bağlayıcı yoxdur. Bağlayıcı yoxdur. 1 buna getdi. Bir də bağlayıcı yoxdur. Bu buna getdi. Hərçənd hava soyuq idi. Hərçənd. Amma Rasim qalın geyməmişdi. Hərçənd bağlayıcı var. Düzəş bağlayıcı, amma qarşılaşma bağlayıcısı var. Deməli, bağlayıcı yoxdur, var. Bir buna getmədi. Sonra tərkibində ədadla homonim olan bağlayıcı var. Bağlayıcı var. Tərkibində ədadla homonim olan bağlayıcı yoxdur. Sonra tərkibində mürəkkəb bağlayıcı var. Tərkibində mürəkkəb bağlayıcı deməli 2 də getmədi. Tərkibində mürəkkəb bağlayıcı var, o da getmir buna. Sonra iştirak bağlayıcısı var, o da buna getmədi. Deməli, cavabımız D variantı. Şagirdlər bir yerə toplamaq lazımdır. Eləcə də müəllimləri. Bu iştirak bağlayıcıdır, o cümlədən, o sıradan da, eləcə də bu da o sıradandır. Deməli, tərkibində iştirak bağlayıcısı var. Həm iştirak bağlayıcısı, həm də mürəkkəb bağlayıcı var. 4 də bura aid eləyək. Heç bir fikrin aid olmadığı variant seçin. O da D variantıdır. Bütün variantlarla fikir aid etmək oldu, amma D-yə heç bir fikir aid etmək olmadı.